Sperm sayınız sıfırdır. Spermogramda hər hansı bir spermə rast gəlinmir və uşaq sahibi olmaq istəyirsiniz. Nə etmək lazımdır? Bugün mən Doktor Elgün Hacıyev bu haqqda danışacağam. TSE və mikrotese nədir? O zaman onun haqqında deyək. TSE, mikrotese sperm xəyadan xırda bir müdaxilə ilə çıxardılaraq ginekoloqa verilir və ginekoloq orada embrioloqla birlikdə öz müdaxilələrini eləyərək hamiləlik üçün bir savaş verir. Sadəcə biz burada düzgün şəkildə öz planımızı qurmalıyıq. Hər kəsə TSE əməliyyatı olurmu? Azospermiya nədir? Onu aydınlaşdırmaq istəyirəm. Azospermiya dediyim kimi çölə hər hansı bir spermin çıxışının olmamasına deyilir. TSE əməliyyatını biz daha çox azospermik xəstələrdə icra edirik, amma bu sadəcə olaraq onlara xas bir şey deyil. Bəzi xəstəliklərdə və spermin normal olduğu hallarda da biz TSE əməliyyatını müdaxilə edə bilirik. Bu hansı hallardır? Yəni sperm DNA hasarı, yəni spermin çoxu zədəlidirsə, biz TSE əməliyyatına da müraciət eləyə bilirik. Bu bildiyimiz kimi xəyanın iki funksiyası var. Bir testosteron ürətir, bir də sperm ifrazatını sağlayır və xəyadan çıxan sperm təqribən 30-40 santimlik bir yol gedir və bu 30-40 santimlik yolda spermin başına 1001 şey gəlir, yəni bir cəngəllikdən keçir və bu cəngəllikdən keçərkən də sperm inanılmaz dərəcədə zədə alır və bu axırda da çölə çıxan sperm də inanılmaz dərəcədə zədəli olur. Biz bu TSE metodunda bu cəngəlliyi kənara qoyaraq spermi mənbəyindən çıxarıb daha sağlam, daha güclü sperm əldə edirik və bu da hamiləlikdə bizə daha yüksək şanslar verə bilir. Yəni TSE olmadan qabaq bəzi münbit şəraiti də əldə etmək lazımdır. Bu münbit şəraiti, yəni TSE hazırlığınızı düzgün şəkildə etdiyimizdə bizim sağlıqlı sperm çıxma şansını da iləri dərəcədə artırmış oluruq. Sağlam spermlə sağlam hamiləlik hər zaman əldə olunandır. Əgər sizdə TSE əməliyyatı və yaxud da mikrotese əməliyyatı şərtdirsə, artıq qaçınılmazdırsa, mütləq dərəcədə peşəkarlara müraciət eləyin. Səbəb nədir? Əgər TSE əməliyyatı düzgün şəkildə icra olunmazsa, ciddi miqdarda o əməliyyat olunan xəyada atrofiya, yəni kiçilmələrə səbəb olur və bu kiçilmələr də sizə testosteron azalması kimi gəlir və illəridə sizin ikinci dəfə ata olma şansınız demək olar ki, əldən çıxa bilir. Bunun haqqında ətraflı məlumat almaq üçün kanalıma abunə ola bilərsiniz.